Salam, hər vaxtınız xeyirli olsun. Kanalımıza xoş gəlmisiniz. Şəkərbura xəmirinə hansı ərzaqlar lazımdır? Gəlin birlikdə sayaq. 1 kiloqram un, 200 qram xama, 320 qram kərə yağı, margarin yağı fərq etməz. Otaq temperaturunda olmalıdır. 3 yumurta, biri bütöv, ikisi ağı sarısından ayrılmış. 1 çay qaşığı şəkər tozu, 4də 1 çay qaşığı maya, 1 çimdik duz, yarım stəkan süd. Qeyd edim ki, şəkərbura xəmiri bərk yoğrulmalıdır. Bir kiloqram undan təxminən 1 stəkana yaxın un artıq qaldı. Ona görə əvvəlcədən unu tökmürük ki, qədərini ayarlaya bilək. Sağ olun, kanalımıza abunə olmağı unutmayın.